Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Ve men tebi'ahum bi ihsanin ila yevmiddin. Rabbi şrahli sadri ve yessirli emri ve hlul uqdeten min lisani yefqahu qavli. Əziz qardaşlar, möhtərəm müsəlmanlar, Allah Teala bu məclisi hər birimiz üçün faydalı etsin və qiyamət günü bizim xeyrimiz etsin. Sonra əziz qardaşlar, xatırlatmaq istədiyim mövzu hər bir müsəlmanın Allaha və Rəsuluna gözəl şəkildə tabe olması barədədir. Xüsusən də Allah Rəsuluna tabe olmaq haqqındadır. Çünki iman gətirən hər bir müsəlman, hər bir mömin Peyğəmbər sallallahu aleyhi və səlləmi sevməyi iddia edirsə, onun yolunu təqib etməlidir, onun yolunu izləməlidir və o sevgini həyatında tətbiq etməlidir, real şəkildə göstərməlidir. Çünki insan Allah Rəsuluna tabe olmağı yalnız onu həyatında tətbiq etməsi ilə göstərə bilər. Mücərrəd olaraq dildə yox. Tabiçilik necə olur? Peyğəmbər sallallahu aleyhi və səlləmin gətirdiklərinə, söylədiklərinə, buyurduqlarına əməl etməklə olur. Və həmçinin məşhur alimlərdən İmam Əhmədin Allah rəhmət eləsin. Necə ki, bu barədə sözü də var ki, Peyğəmbərə tabiçilik, Peyğəmbərin gətirdiklərinə və ondan sonra onun səhabələrinin onun yolunu necə təqib ediblər, onların yolunu təqib etməklə əldə olunur. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləmə tabiçilik, ona tabe olmaq, onun yolunu izləmək, Peyğəmbərə və Peyğəmbərdən sonra onun səhabələrinin yolunu izləməklə doğru olur, həyata keçir. Ona görə də dəyərli qardaşlar, Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə tabe olmaq, sünnəsini yaşamaq insan üçün böyük bir mükafatın əldə olunmasına nail olacaq. Necə ki, Allah Teala Quran-ı Kərimdə də bildirir bir neçə ayələrdə. Yəni, insan əgər Peyğəmbəri sevirsə və ona tabe olursa, mütləq Allahın sevgisini əldə eləyəcək və həmçinin Allahın bağışlamasına nail olacaqdır. Deməli, Peyğəmbərin sünnətinə tabe olmaq, onun yolunu izləmək və onun yolunu təqib etmək insan üçün böyük əzirlərin əldə olunmasına səbəbdir. Əksi halda, bunun əksi, əgər Peyğəmbərin sünnəsinə müxalif olunarsa, Peyğəmbərin sünnəsinə tabe olunmazsa, necə ki, çox təəssüflə, acı hissi ilə deyə bilərik ki, bugünkü gündə bəzi insanlar çıxırlar, özlərinə müxtəlif adlar qoşurlar, titullar qoşurlar. Ola bilər dünyəvi hər hansı bir elmə sahib olsun. Hər kəs çox aznacaqlıdır bugün dindən danışır və insanlara yalnız Allaha ibadət etməyi, Allaha yönəlməyi, ancaq Peyğəmbərdən uzaq durmağa, Peyğəmbərin hədislərinə yanaşmamağa çağırır. Bu da aznacaqlı haldır. Cəmiyyətdə bu çox aznacaqlı haldır. Yəni, baxırsan ki, müğənni də İslamı təbliğ eləyir, dindən danışır. Yəni, ondan sonra hər sahəni, incəsənət sahəsinə sahib olan insanların hamısı bugün sanki elə bil ki, ilahiyyətçidir, dinşünasdır. İnsanlara Allahın dinini çatdırır. Hamısı da öz ağıllarınla, hamısı da yəni sanki Quran ayələrini insanlara çatdırmaqla, Peyğəmbərin sünnətini kənara qoymaqla. Ona görə də əziz qardaşlar, hər bir müsəlman dini gözəl şəkildə öyrənən, təbliğ edən kəsimlərin, insanların sözlərinə qulaq asmalıdır ki, hətta dini düzgün şəkildə öyrənsin, başa düşsün. Yəni, bu çox mühüm məsələdir. Peyğəmbər sallallahu aleyhi və səlləmin həyatına, onun buyurduqlarına tabe olmaq elə bil ki, Allahın əmrinə tabe olmaqdır. Peyğəmbərin sünnəsinə tabe olmamaq, Allahın əmrinə tabe olmamaqdır. Çünki Allah Teala bütün insanlara Allaha və Rəsuluna tabe olmağı əmr edir. Peyğəmbər sizə nəyi verdisə, onu götürün, nədən çəkindirdisə, ondan çəkinin deyə Allah Teala əmr edir. Ona görə hər bir müsəlmanın üzərinə düşən Peyğəmbərin buyurduqlarına tabe olması vacibdir. Əksi halda, əgər bir insan Peyğəmbərin buyurduqlarını qəbul etmirsə, inkar edirsə və deyir, bu əhəmiyyəti yoxdur, önəmi yoxdur, onun İslamdan payı yoxdur. O özünə müsəlman desə də İslamdan payı yoxdur. İslamdan payı o vaxt olar ki, onun həqiqi şəkildə Peyğəmbəri sevməsi, onun yolunu təqib etməsi, onun buyurduqlarına ehtiram göstərməsi. Necə yəni bir insan çıxır deyir ki, Allahın kitabı kifayətli, Peyğəmbərin sözlərinə ehtiyac yoxdur. Bu çox mühüm məsələdir, əziz qardaşlar. Peyğəmbərin sünnətinə tabe olunduğu təqdirdə Allah Teala o şəxsi mükafatlandıracaq. Əzəmətli neymətlərlə, böyük neymətlərlə və ona cənnətə daxil olmağı müvəffəq edəcək, öz sevgisini ona bəxş edəcək və həmçinin Allah Teala'nın bağışlanmasının altına daxil olacaq. Əksi halda, əgər bir insan Peyğəmbərə tabe olmazsa, Allah Teala heç vaxt ona
bağışlanmağı nəsib etməz. Eyni zamanda Allah Teala ondan razı da qalmaz. Çünki Allah Teala özünü tanıtmaq üçün, şəriətini insanlara bildirmək üçün peyğəmbər göndərib insanlar içərisindən. Və hər bir insanın da üzərinə düşən, necə ki əvvəlki cəmiyyətlərdə, qövmlərdə, tayfalarda Allah Teala peyğəmbərlər göndərirdi və insanlar o peyğəmbərlərin yolunu tutub təqib edib öz Rəbbini, xaliqini tanıyırdı. Eyni zamanda da sonuncu peyğəmbər Muhammed sallallahu aleyhi və səlləmi insanlar təqib etməklə öz Rəbbini düzgün şəkildə tanıya bilər. Əksi halda mümkün deyil. Əgər bir insan Muhammed sallallahu aleyhi və səlləm yolunu təqib etmirsə, onun yolunu izləmirsə, ona tabi olmursa, o mümkün deyil Allah Taala'nı düzgün şəkildə tanısın. Çünki Allahı düzgün şəkildə tanımağın yolu Muhammed sallallahu aleyhi və səlləmi tanımaqdan irəli keçir. Çünki o Allahı tanıdan kimdir? Muhammed sallallahu aleyhi və səlləm. O peyğəmbəri düzgün şəkildə insan tanımalıdır, bilməlidir və onun həyatından məlumatlı olmalıdır ki, o öz yaradanını düzgün şəkildə tanısın. Və həmçinin bununla bərabər nə üçün gəlişinin də məqsədini bilsin. Çünki bizə Allahı tanıdan kimdir? Muhammed sallallahu aleyhi və səlləmdir. Və biz Allahı peyğəmbərin sayəsində tanıyırıq. Peyğəmbər Allah Taala'nı çatdırıb bütün bəşəriyyətə. Ona görə də dəyərli qardaşlar, və mütləq hər bir insanın üzərinə düşən, əgər bir insan Allaha olan sevgisini iddia edirsə, peyğəmbərə olan sevgisini iddia edirsə, mütləq o sevgini bariz şəkildə göstərməlidir. Real həyatında göstərməlidir. Yəni mücərrəd olaraq dilində yox. Çünki necə ki belə bir deyim var, dilin artıq hərfləri söyləməsinə heç bir gərək yoxdur, heç bir lüzum yoxdur. Yəni insan əgər bir şey iddia edirsə, o iddia etdiyini həqiqi şəkildə həyata keçirməlidir. Əgər sən Allahı sevirsənsə və eyni zamanda peyğəmbəri sevirsənsə sallallahu aleyhi və səlləm, o sevgini nümunəvi olaraq həyatında göstərməlisən, ortaya qoymalısan. Əksi halda necə ki demişlər, yəni o dilin artıq sözləri istifadə etməsinə heç bir gərək yoxdur. Yəni mən sevirəm sözünü deməyə heç bir ehtiyac yoxdur. Sevgi ortada göstərilməlidir. Allaha və Rəsuluna tabiçilik insanın həyatında, əməlində real tətbiq olunmalıdır. Əsas budur insanın üzərinə düşən. Allaha və Rəsuluna olan sevgini ortada göstərmək. Yoxsa insan əgər mücərrəd olaraq sevirəm deyirsə, bu asandır deyir. Bu iddianı söyləmək asandır. Əsas olan nədir? Həyata keçirməkdir. Çünki Allah Teala Ali-İmran surəsində bir ayə var. Möhtəşəm bir ayədir. Və o ayədə bütün insanlığa bildirir. Peyğəmbər sallallahu aleyhi və səlləmə buyurur ki, de, qul in kuntum tuhibbunallah. De onlara ki, əgər siz Allahı sevirsinizsə, fəttəbi'uni. Mənə tabi olun. Fikir verin. Bu ayə peyğəmbəri və eyni zamanda Allahı sevməyi iddia edən insanlar üçün önündə əsas nümunəvi bir ayətdir, əsas ayədir. Allah Teala deyir, qul in kuntum tuhibbunallah. De, əgər siz Allahı sevirsinizsə. Fikir verirsiniz, ayədə göstərilən nümunə nədir? Əgər siz Allahı sevməyi iddia edirsinizsə, söyləyirsinizsə, o zaman ayənin ikinci hissəsindən fikir verin, fəttəbi'uni. Mənə tabi olun. Deməli, Allaha sevgi hansı halda iddia oluna bilər? Mütləq tabiçilikdə. Peyğəmbərə tabi olunduğu təqdirdə insan Allaha sevgini ortaya qoya bilər. Mücərrəd olaraq yox. Deməli, Allahın sevgi, əgər bir insan Allahı sevməyi iddia edirsə, o mütləq o sevgini peyğəmbərə tabi olmaqdan keçir. Peyğəmbərə tabi olunmadığı təqdirdə kim olur olsun, ilahiyyatçı olmur, dinşünas olmur, hansı titullara sahib olur olsun, hansı kitablara sahib müəllifi olur olsun, harda oxusun, əgər o peyğəmbərə tabi olmursa, onun Allaha olan sevgisi yalandır bir mənalı olaraq. Ali-İmran surəsində keçən bu ayəyə əsasən. Əgər bir insan Allaha olan sevgisini ortaya qoyursa, mütləq Allahın Rəsuluna tabi olmalı. Çünki bu ayə səmalarda nazil olan ayədir. Kimə? İnsanlara, aqil insanlara. Aqil insan düşünməlidir. Sənə buyurulan nədir? Əgər siz Allahı sevirsinizsə, mənə tabi olun. Fikir verin. Tək ayənin ardında görün Allah Teala necə ecazkar və necə gözəl bir şəkildə buyurur. Tabiçilikdə insanın əldə edəcəyi nə var əziz qardaşlar? Möhtəşəm bir şey var. Əgər bir insan Allahın Rəsuluna tabi olarsa, Allah Teala bildirir ki, yuhibbukumullah. O zaman, o təqdirdə Allah da sizi sevsin. Hansı halda? Peyğəmbərə tabi olunduğu təqdirdə Allah səni sevəcək. Allahın sevgisi nə zaman əldə olunacaq? İnsan nə zaman qazanacaq? Mütləq Allahın Rəsuluna tabi olunduğu təqdirdə. Əksi halda mümkün deyil. Allahın sevgisini insan o zaman qəbul edər ki, əldə edər,
peyğəmbərə tabe olduqda insan üçün böyük şərəfdir. Vallahi. İnsan üçün böyük bir şərəfdir ki, yerlərin və göylərin sahibi, hər şeyin sahibi, hər şeyin qadir olan Allah onu sevir. Bundan insan üçün daha gözəl, daha möhtəşəm nə ola bilər? Allah Teala buyurur ki, yuhibbukumullah və yaghfir lekum zunubakum. Siz mənə tabe olun ki, tabeçiliyin ardında nə var? Nəticəsində nə var? Nəticəsində Allahın sevgisini, Allah sizi sevsin və həmçinin sizin günahlarınızı bağışlasın. Qul üçün başqa nə var? Qulun başqa nəyə ehtiyacı var? Qulun həyatda ən önəmli olan, ən əsas olan ehtiyacı nədir? Allahın sevgisini və razılığını qazanmaq və nəticə etibarilə Allahın bağışlamasına nail olmaq. Başqa nəyə ehtiyac var? Çünki insan Allahın sevgisini, razılığını qazandığı təqdirdə sonra nəyi qazanır? Allahın bağışlamasını qazanır. Allahın bağışlaması da o deməkdir ki, o insan cəhənnəmdən qurtulur və cənnətə nail olur. Bundan möhtəşəm nə ola bilər əziz qardaşlar? Yəni insan öz-özündə düşünməlidir ki, yəni bu İslam, necə insan bu İslamı əldə edə bilər? Necə bu İslama əməl edə bilər? Yalnız və yalnız Allahın Rəsuluna tabe olmaqla. Çünki Allah Rəsulu insanlığa Allahı tanıdan şəxsiyyətdir. Allah Teala da bu ayədə açıq-aydın bildirir ki, əgər siz Allahı sevməyi iddia edirsinizsə, mənə tabe olun, o zaman Allah da sizi sevsin və sizin günahlarınızı bağışlasın. Vallahu gafurur rahim. O Allah deyir, bağışlayandır, rəhm edəndir. Kimi bağışlayacaq? Kimə rəhm göstərəcək? Allahın bağışlaması və rəhm etməsi ayənin sonunda Allah Teala bu cür tamamlayır ayəni. Kimə nail olacaq? Allahın Rəsuluna tabe olunduğu təqdirdə o mərhəmətli və bağışlayan olan Allah mütləq onun Rəsuluna tabe olanları bağışlayacaq. Mütləq onun Rəsuluna tabe olanları sevəcək, ondan razı qalacaq. Təbii ki, düzgün şəkildə ona tabe olunduğu təqdirdə. Ona görə də insan üçün böyük bir nemətdir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm yolunu təqib etsin, onu izləsin, ona uysun. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləmi əgər bir insan sevməyi iddia edirsə, o sevgini mütləq real həyatında ortaya qoymalıdır. Mücərrəd dillə yox. Hər kəs deyə bilər cəmiyyətdə, mən Allahı sevirəm, mən onun Peyğəmbərini sevirəm. O sevgi mücərrəd olmamalıdır dillə. Həyatında insan tətbiq etməlidir. O zaman Allah ondan razı qalacaq, o zaman Allah onu sevəcək, o zaman Allah onu bağışlayacaq və insan buna səy göstərməlidir. Can atmalıdır. Allahın razılığını qazanmaq üçün, Allahın sevgisini qazanmaq üçün Allahın və Peyğəmbərinin yoluna tabe olmağa. Fikir verin, məşhur tabinlərdən və yaxud da ki, ətba'u tabinlərdən olub Əbu Süleyman Əd-Dərani və o Abdurrahman İbn Əhməd olub adı. Öz adı Abdurrahman olub. Allah ona rəhmət eləsin. Lakin daha çox tanınan belə məşhur tanınıb Əbu Süleyman Əd-Dərani. Çox gözəl bir sözü var. Çox qiymətli bir sözü var. Deyir ki, qəlblər Allahı sevməyi iddia etdiyi təqdirdə, o qəlblər ki, Allahı sevməyi iddia etdiyi təqdirdə Allah deyir, bu ayəni bir imtihan olaraq nazil etdi. Fikir verirsiniz? Əgər qəlblər Allahı sevməyi iddia edirsə, Allah Teala insanlığa bu ayəni bir imtihan olaraq nazil etdi. Əgər insan Allahı sevməyi iddia edirsə, bu ayəni öz önünə qoysun. Öz önünə qoysun, baxsın. Hansı dərəcədə Allahın buyurduğuna əməl edir. Görün, necə möhtəşəm sözdür. Əgər o qəlb iddia edirsə Allahı sevməyi, mütləq bu ayəni öz önünə qoysun. Allah Teala da səmalardan bu ayəni nazil etdi ki, imtihan olaraq. Bax, görüm o sevgini iddia edirsən, onu həyata keçirirsənmi? Və ona görə də deyir, tarixdə bu ayə həmçinin məhəbbət ayəsi kimi də tanınır. Niyə? Çünki əgər qəlblər Allahı sevməyi iddia edirsə, mütləq o sevgini ortaya qoymalıdırlar. Mücərrəd olaraq dildə deməməlidirlər. Ona görə də deyir ki, sənin Allaha olan məhəbbətin, sənin onun Rəsuluna olan məhəbbətin nə zaman həyata keçə bilər? O zaman ki, sən pak şəriətə, Allahın Rəsulunun yoluna tabe olduğun təqdirdə o sevgi həyata keçə bilər. Çox gözəl bir sözdür. Sənin məhəbbətinin, Allaha və Rəsuluna olan sevginin göstəricisi nə zaman ortaya çıxa bilər? Mütləq sən o Peyğəmbərə tabe olduğun təqdirdə ortaya çıxa bilər. O meydana gələ bilər. Və həmçinin pak şəriətə tabe olduğun təqdirdə. Hətta sənin nəfsinə o şəriətdə, o Peyğəmbərin sünnətində, buyurduqlarında, əmrlərində və qadağalarında xoşlamadığın bir şey olsa belə,
sənin ona tabi olmağın sənin həqiqi sevginin göstəricisidir. Çox möhtəşəm bir sözdür. Yəni, əgər sənin nəfsinə şəriətdən hər hansı bir şey xoş gəlməsə, Peyğəmbər sallallahu aleyhi və səlləmin əmirlərindən və qadağalarından hər hansı bir şey xoş gəlməsə də belə, sən o sevgini necə göstərə bilərsən? Mütləq olaraq ona boyun əyib, tabi olmaqla sən onu göstərə bilərsən. Əksi halda mücərrəd sevginin heç bir faydası yoxdur. Ona görə əziz qardaşlar, insan bilməlidir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmi sevib, ona tabi olmaq, onun yolunu izləmək insan üçün Allahın mükafatını əldə etməkdir. O mükafat ki, Allahın sevgisidir. O mükafat ki, Allahın razılığıdır. O mükafat ki, Allahın onu bağışlamasıdır və nəticədə onu cənnətinə daxil etməsidir və onu cəhənnəmdən xilas etməsidir. Qul üçün bundan daha önəmli, daha şərəfli nə ola bilər? Heç bir şey. Zaten hər bir qulun bu həyatda əsas məqsədi, amalı, niyyəti Allahın razılığını əldə etmək üçün yaşayır. Ömrün axırına qədər. Yəni, iman gətirənlərdən, sadiq iman əhlindən, səmimi iman əhlindən gedir. Fikir verin, dahi alimlərdən olan İbn Qeyyim, Allah ona rəhmət eləsin. Və buyurur ki, çox gözəl bir söz deyir. Əgər deyir, Peyğəmbərə sallallahu aleyhi və səlləmə tabi olmaq yoxdursa, o zaman deyir, ona olan sevgi də yoxdur. Əgər bir insanın Peyğəmbər sallallahu aleyhi və səlləmə olan tabiçiliyi həqiqi şəkildə yoxdursa, o zaman deyir ki, ona olan o sevgi də yoxdur. Sevgi nə zaman olacaq? Ona tabi olduğun təqdirdə. Deməli, çox gözəl, qiymətli bir sözdür. Yəni, əgər sən Allah Rəsuluna tabi olmadığın, ona tabi olmadığın təqdirdə, onun buyurduqlarını həyatında keçirmədiyi təqdirdə, o zaman sənin sevgin boşdur, yoxdur. Həmçinin başqa bir söz deyir. O da elə ona bənzər sözdür və çox gözəl, möhtəşəm sözdür. Və buyurur ki, İbn Qeyyim, Allah rəhmət eləsin, deyir ki, Allahın sevgisinə yalnız və yalnız onun Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmə tabi olmaqla insan ona nail ola bilər. Allahın sevgisinə, Allahın rəsuluna tabi olmaqla nail ola bilər. Niyə? Çünki yuxarıdakı ayəyə əsasən. İnsan Allahın sevgisini hansı halda əldə edə bilər? Allahın göndərdiyi Peyğəmbərə tabi olmaqla insan o sevgini əldə edə bilər. Ona görə də əziz qardaşlarım, hər bir aqil insan, hər bir mümin, hər bir insan öz-özlüyündə düşünməlidir, fikirləşməlidir. Dünya həyatı müvəqqətidir. Bu dünyadakı və eyni zamanda axirət həyatındakı səadət, qurtuluş, xoşbəxtlik, uğur Allaha və onun göndərdiyi Peyğəmbərə tabi olmaqdan irəli keçir. Əgər bir insan Allaha tabi olub Peyğəmbərə tabi olmadığı təqdirdə dünyada və axirətdə xəsarət içindədir. Yenə də qeyd edirəm, yəni kimliyindən asılı olmayaraq, hansı titula sahib olsa da, hansı adlara sahib olsa da, hansı dünyəvi baxımından nəyə nail olsa da belə, ilahiyyatçı titulunda hansı diplomlara sahib olsa da, bu onu qurtarmayacaq qiyamət günü. Yəni onu qurtaran nə olacaq? Allahın buyurduğuna tabi olmaq. Allahın buyurduğu da nədir? Peyğəmbərin yolunu təqib etmək. Onu izləmək və ona uymaq. Ona görə də dünyada əsas xoşbəxtlik, eyni zamanda axirətdə əsas xoşbəxtlik Peyğəmbərə tabi olmaqdan irəli keçir. Əksi halda mümkün deyil. Çünki insan əgər eşidirsə Allahın Peyğəmbərinə tabi olmağı və onu həyatında tətbiq etmirsə, bu onun mütləq qiyamət günü əleyhinə olacaq. Ona görə bizim də üzərimizə düşən dəyərli qardaşlar, əgər biz eşidirik Peyğəmbər sallallahu aleyhi və səlləmin buyurduqlarını, qadağalarını, əmirlərini, o zaman bizim üzərimizə düşən nədir? O əmir və qadağalara riayət etməkdir. Əgər biz riayət etsək, mütləq olaraq qazananlardan olacaq. Dünya və axirətdə. Allahın razılığını əldə edənlərdən olacaq. Əksi halda, əgər bir insan eşitdiyi halda, Allahın və Rəsulunun buyurduqlarını eşitdiyi halda və xüsusən Peyğəmbər sallallahu aleyhi və səlləmin əmirlərini və qadağalarını eşitdiyi halda tabi olmazsa, bu onun üçün heç də yaxşı olmayacaq. Fikir verin, ətba-u tabinlərdən olan, yəni tabinləri görən şəxsiyyətlərdən olan Abdurrahman ibn Amr tarixdə Əvza'i kimi tanınır. Allah ona rəhmət eləsin. Hər kəs onu Əvza'i kimi tanınır. Çox möhtəşəm, gözəl sözü var. Və buyurur ki, deyir ki,
Deyir sünnə, Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsi hara yönəlirdisə, hansı istiqamətdə olurdusa, biz də həmin istiqamətdə onun üzərində ona dövr edirdik. Onunla bərabər o yola istiqamətlənirdik. Yəni Peyğəmbərin sünnəsi hara istiqamətlənirdi, hara dövr edirdi, hara yönəlirdi və biz də Peyğəmbərin sünnəsinə tabi olaraq və onun istiqamətində olurduq. Onunla dövr edirdik. Yəni həyatımız Peyğəmbərin sünnəsi ilə bərabər idi. Fikir verirsiniz, səhabələr, tabinlər və onlardan sonra gələn ətba'u tabiin, nəsil, onlar Allah Rəsulunun sevgilərini həyatlarında nümunə olaraq göstərirdilər. Ona görə də əziz qardaşlar, bizim üzərimizə də düşən Allahın Rəsuluna olan sevgimizi həyatımızda tətbiq etməliyik, real göstərməliyik. Çünki onlar həqiqətən Allahın Rəsulunu sevirdilər, sözdə yox, əməldə. Əvzainin sözü bizim üçün örnək olmalıdır. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir, sünnəsi hara yönələrdi və biz də o sünnəyə yönələrdik və ona tabi olardıq. Onunla bərabər, o sünnə ilə bərabər dövr edərdik. Ona görə də dəyərli qardaşlar, əgər insan Peyğəmbər sallallahu aleyhi və səlləm sünnəsini eşidib tabi olmadığı təqdirdə xəsarət özü çəkəcək. Nə qədər hava əhli var, fikir verirsiniz, və əvvəlki dövrlərdə, əvvəlki əsrlərdə, nəinki bizim əsr, fitnələr bir elə o qədər deyildi. Lakin necə ki alimlər də qeyd edir, fitnələr elə bil ki addım-addım artır, günbə-gün artır. Necə ki bu barədə əsərlər də var, Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisi də var və məndən sonra deyir, çox böyük fitnələr gələcək. Qiyamətə yaxın fitnələr daha da şiddətli olacaq. Fikir verin dəyərli qardaşlar. Bugün xüsusi olaraq sünnəyə qarşı olan insanlar var, təşkilatlar var, dəvətçilər var. Nəinki müstəqil insanın özüdür, deyir mən qəbul etmirəm. Xüsusi insanlar var ki, o insanlar dəvət edirlər. Peyğəmbərin sünnəsinin boş olması barədə, inkar olunması barədə, sanki Peyğəmbərin sünnəsinə qarşı bir hərb açıblar. Elə bizim cəmiyyətdə də var. Və acı təəssüf hissi ilə deyirik ki, bizim cəmiyyətdə də var. Başqa ölkələrdə də var. Və bu fitnələr günü-gündən artır. Ona görə mömin, iman əhli, səmimi qəlbində iman daşıyan ayıq-sayıq olmalıdır. Allaha və Rəsuluna layiqincə tabi olmalıdır. Çünki fitnə hər zaman olacaq qardaşlar. Heç kimsə özünə güvənməsin, əmin olmasın, Allahdan sabitlik istəsin. Davamlı olması üçün Allahın Peyğəmbərinə tabi olmaqda. Çünki insanın qurtuluşu Allaha və Rəsuluna tabi olmaqdan irəli keçir. Əksi halda mümkün deyil. Baxın əziz qardaşlar, nə qədər zəlalət firqələr var, nə qədər yollar var. Hamısı müxtəlif yollardır, o yollar ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsindən insanları uzaqlaşdırır, tabi olmamağa çağırır. Ona görə də Peyğəmbərin sünnəsini yaxşı öyrənmək lazımdır, bilmək lazımdır, mariflənmək lazımdır ki, insan o sünnədən möhkəm yapışsın. Kim sünnədən yapışacaqsa, qurtuluşa çatacaq. O necə ki, Nuh əleyhissalamın gəmisində insanlar qurtuluşa çatdı. Nə zaman qurtuluşa çatdı? Nuh əleyhissalamın gəmisinə mindi və o gəmiyə minənlər qurtuluşa çatdı, lakin gəmiyə minməyənlər nə oldu? Həlak oldu. Xüsrana düçar oldu. Və bugün də elədir. Əgər kim Peyğəmbər sallallahu aleyhi və səlləmə olan o sevgini həqiqi həyata keçirəcəksə, tabi olacaqsa, ittiba edəcəksə, o Nuhun gəmisində qurtulanlar kimi qurtulacaqdır. Əksi halda, kimliyindən asılı olmayaraq, dinşünas da olsa da, ilahiyyatçı olsa da, nə olsa da, Peyğəmbərin sünnəsinə tabi olmadığı təqdirdə həlak olacaq. Allah Teala 7 qat səmadan əmr edir. وَمَا أَتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ. Rəsul, Peyğəmbər sizə nəyi verdisə ona tabi olun. Bu Allahın əmridir. Əgər sən Allahın əmrinə boyun əymirsənsə, deməli sən Allahı da ayələrini də inkar edirsən, qəbul etmirsən. Necə ki, bilirsiniz ki, Bəni İsrail barəsində gəlir. Ayələrin, kitabın bir hissəsini qəbul edib, digər hissəsini qəbul etmirlər. Eyni ilə sünnəni inkar edənlər də eyni onların timsalındadır. Bir hissəsini qəbul edirlər, digər hissəsini ayələrin öz nəfslərinə uyğun şəkildə izah edirlər. Fayda verəcək, heç bir fayda verməyəcək. Yəni onu qurtarmayacaq
onun öz ağlınla Allahın ayələrini izah etməsi. Hər bir müsəlman, səmimi müsəlman, iman daşıyan, qəlbində Allaha sevgisi olan, eyni zamanda Peyğəmbərə olan sevgisi olan hər bir müsəlman Peyğəmbərin ümmətindən olmağı arzuluyur, istəyir və eləcə də cənnətə daxil olmağı istəyir. Peyğəmbər sallallahu aleyhi və səlləmin məhşur hədisi var. Eşitmisiniz? Buyurur ki, kullu ümməti yədxulunəl cənnətə. Buyurur ki, bütün ümmətimdən hər kəsdir cənnətə daxil olacaq. Yalnız hədisin sonunda bir ifadə işlədir Peyğəmbər sallallahu aleyhi və səlləm. Çox mühüm və önəmli ifadədir o. Buyurur ki, illə mən əbə. Səhabələr soruşur ki, ya Rasulallah, kimdir o? O vəsflə vəsflənənən kimdir? Buyurur ki, mən əta'ani daxaləl cənnətə və mən asani fəqəd əbə. Kimdir mənə tabi olacaqsa, mənim yolumu təqib edəcəksə, mənə uyacaqsa, bir mənalı olaraq cənnətə daxil olacaq. Cənnətin daxil olma yolunu Allah Rəsulu bildirdi. Əksi halda nə deyir? Kimdir mənə asilik edəcəksə, qarşı çıxacaqsa, üz döndərəcəksə və o məndən deyir, artıq üz çevirmişdir. Peyğəmbərdən üz çevirmək nə deməkdir? Peyğəmbərdən üz çevirmək o deməkdir ki, onun hədislərini qəbul etməmək, onun hədislərini boşa saymaq, onun hədislərini inkar etmək və həmçinin Peyğəmbərə qarşı o sevginin olmaması. Bunlar hamısı nədir? Peyğəmbərdən üz çevirməkdir. Peyğəmbərin buyurduqlarına, əmrlərinə, qadağalarına ehmal etmək, önəm verməmək, saymamaq, diqqətə almamaq Peyğəmbərin hədislərindən, Peyğəmbərin buyurduqlarından üz çevirməkdir. Deməli, əziz qardaşlar, açıq aydın insanlığa Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, ümmətimdən hər kəs cənnətə daxil olacaq. İstisna kimi qoydu? O kəs ki, Peyğəmbərə tabi olacaq, cənnəti qazanacaq. O kəs ki, Peyğəmbəri inkar edəcək, Peyğəmbərin sünnətinə önəm verməyəcək, bir mənalı olaraq nə sayılır? Peyğəmbərdən üz çevirmiş sayılır. Peyğəmbərdən də üz çevirən kəs kimdir? Cəhənnəm əhlidir. Quranı əzbərləsə də, Quranın ayələri ilə yaşasa da, Peyğəmbəri qəbul etməsə, o ona fayda verməyəcək. Bir mənalı olaraq fayda verməyəcək. Çünki Allah Teala açıq aydın əmr edir. وَمَا أَتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانْتَهُوا. O Peyğəmbər sizə nəyi verdisə onu götürün, sizi nədən çəkindirdi, uzaqlaşdırdısa ondan çəkinin. Bu ayə hər bir Allahın Rəsuluna tabi olan şəxsin, iddia edən şəxsin qarşısında bir örnək olmalıdır. Əgər Peyğəmbər sallallahu aleyhi və səlləm bizim üçün örnək nümunədirsə də, o zaman Allah Teala bizə göstərir. Peyğəmbər sizə verdiyini götürün, sizə qadağan etdiyindən çəkinin. Bir mənalı olmalıdır. Bütün Peyğəmbərin buyurduğu sabit və səhih rəvayətlərin hamısı bizim üzərimizdə nə olmalıdır? Əsas götürəcəyimiz məsələlər olmalı. Eyni zamanda da qadağan etdiyi bütün məsələlərdən bizim çəkinməyimiz vacibdir ki, Allahın razılığını əldə edək, sevgisini əldə edək. Çünki Allahın sevgisi nədən irəli gəlir? Allahın Rəsuluna tabi olmaqla. Allahın Rəsulu nəyi verirsə onu götürməklə, eyni zamanda nədən çəkindirdirsə ondan çəkinməklə. Ona görə də dəyərli qardaşlarım, bizim hər birimizin üzərinə düşən Allahın Rəsuluna tabi olmaqdır. Əksi halda, əgər bir insan Allah Rəsuluna tabi olmursa, necə ki qeyd etdim, onun üçün qurtuluş olmayacaq. Çünki qiyamət günü Allah Teala insanlar Allahın huzurunda imtahan verəndə, Allahın qarşısında haqq hesab olunanda, mütləq onlar hamısı onlara o verilən, o əmrlər və qadağalardan soruşulacaqlar. Allahın Rəsuluna tabi oldu, olmadı. Allahın Rəsulunu sevdi, həqiqi şəkildə həyatında tətbiq etdi, etmədi. Buyurduqlarını və qadağan etdiklərini. Çünki bunlar Allahın əmrləridir. Qiyamət günü insanın qarşısına qoyulacaq öz kitabı. Necə ki Allah Teala buyurur ki, İqra kitabəkə. Sən deyir öz kitabını oxu. Fikir verin, sən öz kitabını oxu deyiləcək qiyamət günü insana. Əgər bir insan öz kitabında Allah Rəsuluna tabi olmağı görməsə, o xüsran olacaq, xüsran içərisində olacaq. Çünki özü özünə hökm kəsəcək. Allah Teala buyurur ki, kəfə bi nəfsikəl yevmə aleykə hasibə. Bu gün sənə özün özünü hesaba çəkməyin kifayətdir. Baxın ayənin ağırlığına. Vallahi qardaşlar,
Kəfə bi nəfsikəl yevmə aleykə həsibə. Bu gün sənə özünü hesaba çəkməyin kifayətdir. Bəli, əziz qardaşlar. Əgər bugün bizim üçün fürsətdirsə də Allah Rəsulunu həqiqi şəkildə sevib və ona tabi olduğumuz təqdirdə, o zaman bizim əməl kitabımızda da Allah Rəsuluna olan o əməllərimiz göstəriləcək, ortaya qoyulacaq. Ona olan tabiçiliyimiz. Əksi halda, əgər bizim Peyğəmbər sallallahu aleyhi və səlləmə olan tabiçiliyimiz olmasa o həyatda, bu həyatda, o zaman bizim əməl dəftərimizdə də olmayacaq. Və bu bizim əleyhimizə olacaqdır. Peyğəmbər sallallahu aleyhi və səlləmin səhabələri Peyğəmbəri sevdiklərini əməllərində göstərirdilər. Ömər ibn Xəttab, Allah ondan razı olsun, sağlığında cənnəti qazanan şəxsiyyət olub. Peyğəmbər sallallahu aleyhi və səlləmi görün nə qədər sevirdi, nə qədər ona bağlıydı. O deyir ki, bir iş barəsində niyyətlənərdi, hədəflənərdi o işi həyata keçirməkdə və sonra ona deyildikdə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm o işi etməyib, həmən tərk edərdi o işi. Gətirirlər ki, yəni alimlər gətirir ki, bu Peyğəmbər sallallahu aleyhi və səlləmə olan sevgisinin ən gözəl nümunəsi idi Ömər ibn Xəttabın. Yəni Allah Rəsulu o işi etməyibsə mən də etmirəm, tərk edirdi. Yəni həyatında ona olan sevgisini görün necə göstərir. Hansı ki o işi deyir, hədəflənərdi ki o işi həyata keçirsin. Ona deyildikdə ki Peyğəmbər sallallahu aleyhi ve sellem bu işi etməyib, o işi tərk edərdi. Bu onun Peyğəmbərə olan sevgisinin, Peyğəmbərin sünnətinə, yoluna olan sevgisinin bariz bir nümunəsidir, əsas göstəricisidir. Amma təəssüf ki, bu gün ümmətin içərisində nə qədər insanlar var ki, Peyğəmbər sallallahu aleyhi və səlləm sünnəsinə qarşı biganədir. Ehmal edir, önəm vermir. Amma o sahabələrin adını çəkəndə Allah onlardan razı olsun söylüyor. Lakin o sahabələr Peyğəmbəri görün sevdiklərini həyatlarında tətbiq edirdilər, göstərirdilər əməllərində, həqiqi şəkildə. Amma bu gün subhanallah nə qədər müsəlmanlar var ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə əməl etmirlər, tabi olmurlar. Kimlərin yoluna tabi olurlar? Zəlalət əhlinin, sünnəni inkar eləyənlərin, sünnəyə buğz eləyənlərin yoluna tabi olurlar. Qiyamət günü bir kəsim insanların üzləri ağ olacaqdır, ağaracaqdır, parlayacaq. Nur saçacaq onların üzlərindən. Qiyamət günü. Bir kəsim insanların da üzlərini qara basacaq. Qara olacaq. Baxın, İbn Abbas, Allah ondan və atasından razı olsun, buyurur ki, bu ayəni oxuyur Ali İmran surəsində. Yevmə təbiyyəddu vucuhun və təsvəddu. O gündür bir neçə üzlərdir ağaracaqdır deyir. Və eyni zamanda da bir neçə üzlər olacaq ki, neçə üzlər qaralacaqdır. Və bu ayənin izahında buyurur ki, o üzləri ağ olan kimsələr Peyğəmbərin sünnətinə tabi olan kimsələr olacaq. Peyğəmbərin sünnətini sevən, Peyğəmbərin sünnətinə rəğbət bəsləyən və Peyğəmbərin sünnətini yaşayan kimsələr olacaq və eyni zamanda da alimlər olacaq, elm əhli olacaq. Lakin üzləri qaralan kimsələr isə o kəslər olacaq ki, onlar Peyğəmbərin sünnətinə qarşı sonradan əlavə olunan, şəriətə əlavə olunan o əməlləri edən kimsələr olacaq. Bidət əməllərini edən, dində olmayan əməlləri edən, zəlalət üzərində olan, Peyğəmbərin sünnəsinə qarşı olan və bidət əməlləri həyatında tətbiq edənlərin isə qiyamət günü üzləri qaralacaqdır. Ona görə də insan əziz qardaşlar, Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnətinə tabi olduğu təqdirdə qiyamət gün üzü parlayacaq. Əksi halda tabi olmayıb, inkar etdiyi təqdirdə üzü qaralanlardan olacaq. Allah o gündən qorusun. Ona görə müsəlman, mömin diqqətli olmalıdır. Fitnələr günü-gündən artır. Peyğəmbərin sünnətinə qarşı bir kəsim insanlar ortaya çıxıb insanları dəvət edir buna. Nəinki insanın özü, dəvətçilər yetişir ortada. Və insan, müsəlman onların toruna və hiləsinə düşməməlidir. Allahdan sabitlik istəməlidir. Allaha gecə gündüz dua etməlidir ki, Allah onu, Allah və Rəsulunun yolu üzərində sabit qədəm etsin. Çünki ölüm insana
xəbər etmir nə zaman gələcəyini. Ölüm insana yaşlı vaxtı gəlmir, gənc vaxtı da gəlir. Nə qədər gənc insanlar var ki, dünyasını dəyişir. Əgər bu gün bir insan Peyğəmbərin sünnəsini inkar edirsə, qəbul etmirsə və bununla mübarizə aparırsa, mütləq qiyamət gün üzü qaralanlardan olacaqdır. Allahdan istəyirəm ki, bizim hər birimizi Allah və Rəsuluna ən gözəl şəkildə tabi olan qullarından etsin. Uca Allahdan diləyirəm ki, bizim günahlarımızı bağışlasın. Allahın və Rəsulunun sünnəsinə tabi edən, tabi olan, sözümüzdə və əməlimizdə tabi olan qullarından etsin. Allahdan diləyirəm ki, bizim bütün əməllərimizi ixlaslı etsin və salih əməllər üzərində yaşatsın. Uca Allahdan istəyirəm ki, valideynlərimizə rəhm eləsin, günahlarını bağışlasın. Allah Taala'dan diləyirəm ki, bütün müsəlmanların zürriyyətini salihlərdən etsin. Allahdan istəyirəm ki, ailə qurmaq istəyən bütün müsəlmanlara xeyirli ailə qurmağı nəsib etsin. Allahdan diləyirəm ki, evladı olmayan bütün müsəlmanlara sağlam və salih övladlar bəxş etsin. Allahdan istəyirəm ki, zülmə məruz qalan, dünyanın harasında olmasından asılı olmayaraq bütün müsəlman bacı qardaşlarımıza yardım etsin. Uca Allah hər birimizə iman üzərində yaşayıb, iman üzərində ölməyi müvəffəq etsin. Sallallahu alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi əcmain. Subhanəkallahumma və bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və ətubu ileyk.